Məclisin 15-ci 20-ci dəqiqəsidir. Hələ başlamayın. Çörək zat yeməmişik, salat zat çəkmişik, pomidoru zadı muşqunlamışam ki, onu oradan götürəcəm, pendiri buradan. Bir şey qurmuşam, sistemi qurmuşam ki, nəyi hardan götürəcəm. Amma belə yoxsun, tamam, hazırladı, süzdü. Amma de bunu sıraz içmək lazımdır. Ha dedim daha süz zaten. Asıldı tempo. Davay. Vurdu. Güzel. Davay vur. İşte Stəkan beleşmədim, qaldırırsan da. Allah. Stəkanı qoymadım, baş belədi bax. BAM! Stoldan tutmasam yıxılamışdım, bildin. Belə şey görməmişim də, bildin. Bax belə, o stol, pendir gedir o ana, salat gedir bu ana, pomidor qalxır, stol qalxır. Amma hələ hamı məndə deyil deyənə, heç kimdə deyil deyənə, hamı özü ilə məşğuldur. Bir dənə yalvaram ki, eşinmə, baxmayın. Bayaqdan hamını dənə-dənə işləyirəm. İndi deyirəm ki, eşinmə, baxmasın, mən öldüm, getdim mən. Mən dünyamı dəyişdim, belə şey olmaz. Bilmirəm, başı tutum ki, başdayam, göz saxlayamıram. Özümü yığıramaz boy verirəm, bildin necə? Özümə cavab verə bilmirəm ki, haradasan, bax, bura haradır, bax, indi buradasan. Normal da fərdə, içdin, qoydun, bax, bu sənin stəkan, stəkana baxamıram. Əlimi qoymağa yırtapam, bir dənə stoldan yapışmışam. Amma bu danışır, məni işdirən yoxdur, danışır. Müşfiq də çıx bəndən bir yerdə. O da o Müşfiq tutmuşam, elə biləm tək gəlmişəm, mən təkəm, mən tərk edilmişəm, bildin necə, mən təkəm. Axırıncı kadr bu qalıb gözümdə deyənəm, bunu tanıyıram. Məndən belə danışır ki, nə tərsən, nə varsan belə. Nədən biləm ki, bu nə idi, abi sən nə vardın? Ama şimdi onu da gördüm, getdi mənim gözləri, o da gülürlər zat və belə istər. Sonra da oldu. Müşfiq aram, özümə gəlləm yaxşı, müşfiqin daha qızda da. Yaxşı, yaxşı. Heç nə içməmiş, bu boyda bir şey içməyib. Adım çox, abi, çox. Bu bəhs elədi. İndi ayılmağa hesablayaq. Görək nə var, ayılaq. Okey, danışdıq. Sonra yedi, gəl dedi. Yaxı, işliyimiz bir şey deyil. Bəlkə ondan bir dənə də. Amma bir gedib, bir saat gedib. Dedim, amma yaxşıydı, maraqlıydı. Müşfiq adam var, bir dənə balaca tirka ver, nə istəyirsən eləsin. Salamlayıram buradan Müşfiqdən. Müşfiq getdik. Ora özümüz. Qaldırdım, iyice birbirimizdən tutmuşuq Müşfiqlə. Sən interesli bir şeydir. Bütün məclis fırlanır, bax belə. Bir dənə o yadımdadır ki, telefona belə baxdım. O vaxtı, nə telefon var, balaca bir telefondur. Bastım, baxdım saat 21 dəqiqə idi, bax belə. O vəziyyətdə 21 dəqiqə oldu. O da ən gözəl kontroldur da, vəziyyətdən çıxmaq üçün, fikir dağıtmaq üçün özünə qayıdırsan da, telefon var. Baxdım, bir xeyli orada qaldım, ekranın zadı söndü, gözəl. Bir ayım ki, mən yatmışam bayaqda. Bədən cavab verə bilmir, mən yatmışam stolda. Durdum ki, ürəyim əyək yolu istəyir. Ürəyin. Sən yox. Sənin nəyinə lazım? Ürəyi özü istəyir. Canım məndən əlaqəsi yoxdur, ürək istəyir. Sən də sümük-sümüyə cavab vermir, bildin necə ki, gəl oturaq, çıxaq bir-birimizin üstünə, müəllim aparaq da, bildin mən. Belə getməyəcəm, mənə kimsə aparmalı da, aparan da burada. Aparan məni tanımır. Danışamam, cümlə tökülür ağzımdan, bildin, hərif düşməlidir, oğuzla tökülür. O vahşi danışır. Əlimi qoyursan, sənə o deyil, əl böyüyür, sənə balacalaşır, sənə böyüyür. Dedim, yox, amma ürək də deyir ki, durmasan, səni burada rüsva eləyəcəm, dur. Mən baxmayacam, bağlıdır, dur, çatdır özü. Onsuz heç kim bu dəqiqə, yəni orqanizm bir-birinə cavab deyil. Bir dənə, mənim də başı qarışıqdır, o biri qonaqlar azada da bildim. O mən şey eləyəməm, o da yaxşıdır vəziyyətdir, o çoxdan içir onu, o bilir mən. Gir evə, biz həyətdə oturmuşuq. Evi göstərdi ki, böyük də villadır, dedi, gir qapıdan sağda. Hamı yaxşıdır deyənə, hamı yaxşıdır da məclisdə. Oturmuşam, düz pləkanı tutmuşam, qapında görürəm. Bir addımla bağa gəlirəm, görürüm, çatmadım. Mən hesabla orada olmalıyam, amma nəzə çatmır. Amma yıxılmamışam, şükür yəni, dala qabağı, belə. Şeydim,
qaranlıqdır. Amma işıq zadın yerini öyrənməsin, bir də ora qayıtmalıyam ya da buradan qışqırmalıyam. Qışqırsam hamı baxacaq ki, bu yarım saat dur belə gəlib çatmayıb. Onun utanmağı ilə dedim, girəcəm də qaranlıq da olsa gəlib tapacam. Mən işıqda hərəkət eləyəmirəm. Girmişəm bax qaranlıqda belə. Bildiyin elə bir şey, başqa bir imtahanın içindəyəm. Bax belə gedirəm. Çox yekədir də, yəni bax Xruşovka deyir ki, ora bura dəyəsən. Yekədir, bildin? Əl barası havadır. Bax belə səmada qaranlıq. Məni qıraqdan çəkə bildiyin, yəni bir möhtəşəm bir rəqs eləyirəm. Ora bura gördüm, o ayaq yol həmişə işıq yanında, o iki qapının arasında bir işıq gəlir. Tutdum, gördüm bir işıq gəlir. Hara gelsən Məlik Məmməd, işıq gələn dərim. Geldim, açdım, gözəl. Dedim, çıxdım, gördüm, yox. Mən uzanmalıyam. Axtar, gözcə öyrəşdi qaranlığı, həddi var. Duranda, belə böyrü üstə, ayağımı uzadım, bir-birinə kömək elə qoydum belə. Çölə baxıram, çölün işığına ki, görüm kim gəlir, kim gəlmir də. Bunlar bu tərəfdə oturublar. Bir də sülüyetindən gördüm ki, Müşfiq. Da onu neçə dəqiqədən sonra gördüm, bilmirəm. Müşfiqin o qarnının zadı interesini də oxunur. Burada gəlir, bana da birdən şərikdir burada. Qaran, işıq düşürər, içərinin qaranlığı, çölün işıq və belə mənaqdır, bir deyil. Fəbuda. Fərda deyə, r çox ağır hərf daxı içəndə. Və belə fəbuda. Halımı belə bir gəl. Onu indiyə kimi deyib gülür. Yalvarım. Səsim də çıxmır. Bətdə gəbər də burada ya. Hayırəm, gəl, düz gəl. Müşfiq bizdən harada ayıldı? Müşfiq harada ayıldı? Başım gəldi, mən tapdı, girdi içəri. Gördüm, əlində bir dənə parfüm belə. Ayılıb. Çıxdı. Yüzü görür, deyirəm ki, nə da? Hayır, mən 6 ayda pul yığıram ki, bundan alın üstümə vurun, müəllim bunu tuvaletə qoy. Hasan deyir, bu da 6 ay deyir ki, ondan al. Orada ayılmışdı, duyğu onu ayıltmışdı. Yaxşıdır, yaxşı.